maddi nöqtə, bir maddi nöqtə var. Deməli, A, T bərabərdir 6 təcili ilə düz xəttli hərəkət edir. T0 bərabərdir 0 başlanğıc anında deyir ki, onun x0 bərabərdir 1 koordinatından V0 bərabərdir 2 sürəti ilə hərəkətə başlayır. Yəni, bu bir növ fizikaya aid bir məsələ. Nöqtənin xt koordinatını zamandan asılı funksiyasını tap deyir. Tamam. Xt koordinatının zamandan asılı Təcilin inteqralı v-yi verir. Biz buradan s-yi tapmalıyıq. Yəni, bərabərliyi yazıb s-yi tapmalıyıq. Bunu əslində belə deyək, biz belə bir düzxəttli bərabər təcilli hərəkətdə koordinat tənliyi düsturu var. Yəni, o düsturdan tez tapa bilirik. Məsəl üçün, xt-nin belə bir düsturu olmalıdır. at kvadratı təcil vurulsun bu başlanğıc zamanın kvadratı bölü 2 üstə gəl v0 t üstə gəl. Amma bu düşəsi deyil. Yəni, bu mənə elə gəlir yox. Yəni, bununla riyaziyyatla çox bağlılığı yoxdur da. Bununla eləsəz, yerinə qoysaz nə alacaqsınız? 3t kvadratı plus 2t plus 1. Bəli. Bununla alanda 10 alacaqsınız. C variantıdır. Amma gəlin indi tutaq ki, mən bunu bizim integral mövzusuna aiddir. Gəlin integral mövzusuna salım da. Yəni, bu düsturu tutaq ki, bilmirik. Hardan biləcəyik? Gəlin bir dənə bunu bir damcı qara böyüdüm. İntegralla necə eləmək olar? Məsələ. Birincisi, biz bunu demişdim sizə, bilmirəm, deməmişdim. Sürət təcilin integralıdır. Həmişə yadınızda elə saxlayın. Sürət təcilin integralıdır. Və bu qayda fizikaya aiddir. Sürət təcilin integralıdır. Və biz burada AT bizim 6-dır. 6 dt yazsaq, bu dt-dir. 6 dt yazsaq, burada olacaq 6t, bir də sabit. Sabitə bir c deyək. Tamam. İndi isə gəlin nə edək? T0 anında baxın vəziyyət. Bəli, T0 anında qiymətini qoyaq yerinə. Burada T0 olanda biz artıq V-nin özü verir baxın başlanğıc anında. T'miz 2 olur. 2 bərabərdir. 6 vur 0 üstə gəl C. Səhv yazımda deyin. C2 oldu. Bu sabiti tapdıq. Tamam, bir damcı aşağı çəkək. Bir damcı. Gəlmədi. Neysə, niyə gəlmədi? Aha. İndi biz VT-mizi tapdıq. VT-mizi belə açıq şəkildə yazsaq, 6t üstə gəl 2 bir funksiyasını aldıq. Sürətin zamana görə funksiyasını tapdıq. İndi isə bizə lazımdır ki, xt-ni tapaq. Bu koordinat funksiyasında koordinat, amma bunu artıq düşə bilməz, mümkün deyil. Koordinat sürətin integralıdır. Bu da bir-birinin integralı olaraq gəlir. Koordinat sürətin integralıdır. Yəni, bu formada bunu əslində buna aid bir şeydir də. Buradan da biz integralın altında 6t üstə gəl 2 yazıb, normal bizim bayaq bildiyimiz şeyə gəlib çıxacaq. Baxın, belə yazsam, yəni daha yazmışıq. Sürətin integralı yol deyildi. Burada koordinat yol kimi götürülür. Sürətin integralı. Bəli, bax, elə başa düşəcəyik. Bəli. Bu zaman onda olacaq 6t kvadratı böl 2 üstə gəl 2t. İndi mən yuxarı qaldıracağım, siz görəcəksiniz. Burada da bir bayaqdan tutaq ki, C1 desək, bunu fərqləndirək də, buna da C2 desək. Tamam, bunu aldıq. Axı bunun da cavabı bizə verilmişdi. Yox, verilməmişdi. Hara verilmişdi? C2-ni tapmaq lazım. C2-ni tapmaq üçün yenə T-yə 0 verəcəyik. X0 qiymətini qoymalıyıq. X0-ı da neçə vermişdi bizə X0-ı? Elə deyəsən 1 vermişdi də. 1 vermişdi. Bəli, X0 1 vermişdi. Bax, bu düsturda elə həmin bu misalın özüdür. Nəysə, X0 da 1 verilmişdi. Deməli, onu da yerinə qoyacağıq. T-yə 0 versək, C2 də 1 olur. Olacaq C2 də 1. Bir də yerinə qoymadan verəcək 1. C2 də 1. Və salam, ondan sonra XT-ni yazdıq. Yəni, bir növ, bəli, bu formada yazmaq olar. Bu biraz ağır. Gəlin mən sizə bir dənə sual verim, ondan sonra siz digər sualınızı verin. Məsələn, bu C variantıdır da düzdür. İndi
Baxın, dərslikdə belə bir sual var. Yəni bu mənim diqqətimi çəkir ki, görəsən bizim müəllimlər bunu edə bilər. Məsələn, bir koordinat sistemidir bu formada. Burada deməli mən indi hamısını, bütün hissəni çəkməyəcəm. Məsələn, bu belə bir əyridir. Əyri deyil əslində, funksiyanın bir hissəsidir. Bu funksiyamızın adı y bərabərdir x kvadratı üstəgəl 2-dir. 2-dir. Və bura 2 yazılıb. Zaten bilirsiniz də x-a 0 verəndə cavab 2-dir. Bu x kvadratı olduğuna görə. Tamam. Bir funksiyamızda belə gəlib burada dayanır bu formada. Və bu da yenə x oxun üstüdür. Burada yenə 2-dir. 2 yazılıb. Tamam. Yuxarıda 2, burada 2. Bunun da adını veribdir y bərabərdir mörtəzədə x çıx 2 mörtəzənin kvadratı. İndi buradan belə bir sual verir. Deyir ki, bu funksiyaların qrafikləri və koordinat oxları. Koordinat oxları yəni absissox koordinat oxları. Bunların əhatə elədiyi bu rənglənmiş hissə ki var, bu hissə. Bunun x oxu ətrafında fırlanmasından alınan fəza fiqurunun həcmini tapın. Siz ümumiyyətlə bunu necə tapa bilərsiniz? Bu dərslikdə olan bir şeydir. Yəni bunu necə tapmaq olar? Mənim x oxun ətrafında deyirsə, Bəli. bir tərəfi də aşağı düşmüş olacaq. Təbii ki də fırladanda aşağıda yaranacaq da simmetri. Bəli, onu Bəli, bilirik. həcmində də biz 0-dan 2-yə götürmüş olacağıq. 0-dan 2-yə başda pi olmaqla. Sahələrin kvadratları fərqi. Niyə fərqi? Yəni funksiyaların kvadratları fərqi. Niyə fərqi? Həcmdə çünki Baxın, sahədə sıxırdıq. Yəni birinci funksiyada, ikinci O funksiyada. keçən dərs mən dedim, axırına da baxın rekordun. Deməli, boşluq olarsa biz çıxırıq. Boşluq yoxdursa biz çıxmırıq. Boşluq necə boşluq? Məsəl üçün, əgər bizdə funksiyamızın biri belə gedibdir, məsələn deyək, biri belə gedibsə, məsələn, biz bu hissənin, bu rəngli hissəni x ox ətrafında fırladırıqsa, bu zaman boşluq yaranan yer olur. Bu hissələr boşluq olur. Buna görə biz başlayırıq, nə edirik? Kvadratları fərqinə f kvadrat x-dan, yəni bu y bölü f-dir. Bunu keçən dəfə demişəm. Ona görə bir də baxın. Bəli. Baxın. Bu başqa şeydir, bu başqa şeydir. Bunu qatmaq olmaz. Ona görə bunu verdim ki, yəni fərqliliyi tuta biləsiniz. Yəni bu proqrama uyğundur deyə bunu gedəsiniz. Burada təbii ki, bu boşluq buraxmır. O x ox ətrafında fırladığında boşluq yaranmır. Deməli, burada sadəcə olaraq nə baş verir? Biz bunu necə çözə bilərik? Bunu çözmək üçün bizə lazımdır. Baxın, burada bölək. Bu funksiyamızı bölək. Ki, sahələri cəmləyəndə necə eləyiriksə, sahələri cəmləyir. Burada da el eləməlisiniz. Və bu zaman bu kəsişmə nöqtəsini bərabər götürməlisiniz. X-i tapmalısınız ki, bunlar hansı nöqtədə kəsişir? X kvadratı Bəli, o üstə gəl. xəttə nəzərdən götürəcək. Bəli. Buradan çıx 4x üstə gəl 4. X kvadratları getdi. 4x sola keçdi. 2 burada. X 0.5. Demək biz nə tapdıq? Buranın 0.5 olduğunu tapdıq. Və bu bizə kömək edir ki, inteqralı əvvəlcə 0-dan 0.5-ə qədər ancaq y bölü x kvadrat üstə gəl 2 funksiyasının fırladılmasına baxaq. Doğrudurmu? Bunun kvadratı yazacağıq da biz onu keçmişik. Bir funksiya olanda kvadrat. Üstə gəl, ikinci funksiyada ayrıca fırladır. Ki, 2 dənəsini ayrıca fırladır. Aydındırmı? Təbii ki, burada fırladanda burada belə bir hissə yaranmış olur. Simmetriya yaranmış olur və burada deyək ki, aşağıda da həmin şəklin həmin hissəsi yaranır. Daha çəkmirəm. Buradan da 0.5-dən hara kimi? 2-yə kimi gedəcək. Bu dəfə də x çıx 2-nin kvadratının kvadratı olacaq. O da 4-ü verəcək. Bu da 4x. Aydındır. Ondan sonra da bunu hesablayacaqsınız. Bunu hesablamaq üçün təbii ki, x çıx 2 üstü 4-ü açmaq ağırdır. Məsələn, mən bir dənə bunu deyim. Bunu açmaq ağırdır. Siz burada x çıx 2-nin üstü 5 yazıb, 5-ə də böləcəksiniz və x-in əmsalı 1 olduğuna görə
bunu belə də hesablayacaqsınız. 0,5-dən 2-yə kimi və bunu hesablayacaqsınız. Belə eləmək olar bunu? Bəli. Hə. Əgər indi məsələn özünüz baxarsınız, yerinə qoyarsınız, hesablayarsınız. Kimsəsə mənə Bir də cavab müəllim başda pi qoyuruq. o, hə, o Çətin. pi-siz olmaz. Mən həmişə belə edib sonra axırda pi qoyuram. Yəni siz Bəli, mütləq pini qoyacaqsınız. Mən keçən dərsdə dedim, yəni mütləq pini qoyacaqsınız. Yox, qoyun da qoyun. Pi vurulsun, yəni bu haqq hesab hamısı. Həcm düsturu bu formada gedəcək. V bərabərdir olanda belə olacaq. Təbii ki, bəli. Və ondan sonra yəni bunu amma x kvadrat 2-nin üstü 3/3 yazsa səhv çıxacaq. Yəni bunu x kvadrat 2 üstü 3/3 yazsa səhv çıxacaq. Bəli. Burada Çünki bunu x kvadratın da Bəli. orada törəməsi var Buna, deyə. buna görə bunu açacaqsınız deyə, açsın rahat olsun. 4. Sonra bunun integralını tapın. Yaxşımı? Və bunun integralını tapanda ayrı-ayrı tapacaqsınız, yerinə qoyacaqsınız, hesablayacaqsınız və bunu belə işləmiş olacaqsınız. Yaxşı. Hə, məsələn, integralın fərqi kimi, məsəl üçün, hansını götürə bilərsiniz? Məsəl üçün, əgər tutaq ki, belə demişdim, bir düz xətt belə verib, bir əyri, məsəl üçün, belə verib, məsələn, deyək də, bu y üstü x-in qrafikinə oxşuyur, düzdürmü? A üstü x-in qrafikinə oxşuyur. Məsəl üçün də deyək ki, indi onun nə qədər dəxli var? Buna məsəl üçün yazdıq, tutaq ki, 8 yazdıq. Y bəbədi 8 nöqtəsindən keçir. Yəni bu y bəbədi 8 düz xətt olsun. Bu y bəbədi y üstü x funksiyasının qrafiki olsun. Bu 8-dir. Aha, belə bir şey verir. Məsələn, bu zaman bizə rəngləyir buranı. Deyir ki, buyur, x oxu ətrafında fırlat. Bu zaman kəsişmə nöqtəsini y üstü x bərabərdir 8 yazıb, buradan siz x-i tapmağa çalışacaqsınız. İndi loqaritma da ola bilər. Çevrəni 4-dən tapacağıq sonra. Yox, çevrəyə bu adət yoxdur. Həcmin tapanı bir adət yoxdur. Yox, burada çevrəyə adət yoxdur. Çevrə x kvadrat üstə y kvadratı formasında olur. Məsələn, y kvadratı bərabərdir. Məsəl üçün, y bərabərdir daha doğrusu. Kök altında, məsəl üçün, 25 çıxılsın x kvadratı və s. belə şeylər olanda biz o çevrəyə bunu uyğunlaşdıra bilirik. Amma indiki halda bizə lazımdır ki, bunların kəsişmə nöqtəsini tapaq, sonra sıfırdan bura qədər yazaq, v bərabərdir, pi vurulsun, fırlamadan alınan cismin həcmi üçün. İntegral və burada 2 dənə, bax, burada bəs çıxmaq lazım. Buradan elin 8-ə doğru. Hə, burada elə bir ki, belə də fikirləşə bilərsiniz. Baxın, deyim bir dəqiqə. Başqa bir rəng görün var. Bax, belə. Məsəl üçün, ümumi bunun sahəsindən, amma sahə soruşmur da. Sahə soruşmur. Sahə soruşsa, hə, sahədən aşağının sahəsini çıxa bilərəm. Yuxarının sahəsi qalır. Amma indiki halda fırlamadan dediyimə görə, bu boşluq ki var, burada boşluq. Aşağıda da yaranacaq o boşluq. Aşağıda da həmin boşluq yaranacaq. Aydındır? Məsəl üçün, tutaq ki, belə bir formada olacaq. Məsəl üçün, belə bir forma. Məsəl üçün, biz bu hissəni, indi biraz balaca çəkmişəm, bu hissəni və bu hissəni tapacağıq. Boşluq olan yerdə, tutaq ki, bu hissə ilə bu hissədir, onu çıxacağıq. Hə, bunu eləmək üçün biz nə etməliyik? Məsələn, hansı funksiyanın birincisi, sizcə hansı funksiyanın kvadratı? 8-in kvadratı çıxılsın y üstü x-in kvadratı. Bəli, 8-in kvadratı deyək ki, amma indi burada sərhədlər veriləcək də, yaxşımı? Sıfırdan elin 8-ə. Sıfırdan elin 8-ə. 8. Ay, sağ ol. Aha, bundan sonra da kvadratın ucu yazmışam. Çıxılsın, pini də belə saxlayaq. Təzədən integral sıfırdan elin 8-ə kimi bu dəfə y üstü 2x. Bəli, y üstü x. Y üstü kvadratı yüksədəndə, bəli, 2x olur. 2x. Kvadrata yüksədəcək, belə olacaq. Və sonra bunu hesablayacaqsınız. Bunu hesablayandan sonra cavab alacaqsınız. Aydın oldu? Hə, burada da hesablamaq üçün, yəni cavabın o qədər çətin deyil. Əgər desəz 64-dürsə, 64x götürəcəksiniz. Sərhədi qoyacaqsınız, pini unutmayacaq. Deməli, sıfırdan elin 8-ə kimi bu formada gedəcəyik. Sonra davam edəcəyik. O birisini y üstü 2x nəyin törəməsidir? Neçə? 2-də 1 y üstü 2x. Bəli, 2-də 1 y üstü 2x. Buradan da sıfırdan elin 8-ə yazacağıq
və təbii ki, bunların hamısı pi-yə vurulacaq, pi-yə vurulacaq. Yəni bu pi olsun burada və sonra da yerinə qoyacaqsınız. 0 yerinə qoymağa ehtiyac yoxdur zaten. Burada 64x-də rolu yoxdur. Qoy eləyək də 64 ln 8. ln 8 hələlik elə saxlayaq. 64 ln 8. 64 vursun ln 8. Pi də bunun böyründədir. Sonra 2-də 1 y üstü neçə yazır? 2-də 1 bu yazar. Y üstü 64. Doğrusu 64 verirdi o. Hə, y üstü y'nin üstü ln 64. Düzdür? Ln 64-də bizə ln itir 64 qalır. Bunu bilsək, burada olacaq 2-də 1 vur 64. Belə bir şey oldu. Bunu özümdən verdim bu misalı. Ona görə özünə də hesablamışam. 0 yerinə 4-ə qoysaq, mənimsərsəm, 0 ln yerinə, yox, mənfi 0 yerinə qoysaq burada nə olur? 2-də 1 qalır axı. Baxın 0 burada qoyacaqsınız. Y üstü 0 1-i verir axı. Yəni ev ki çıxılsın, o da üstə gələ çevriləcək. Düzdürmü? Ya mörtəzədə yazacaqsınız. Yəni indi səliqəli bir yerdə. Deməli burada 2-də 1 də olmuş olacaq. Və salam. Ondan sonra da yüngülvarı hesablayacaqsınız. Cavabı tapacaqsınız, yazacaqsınız sonra. Bu belə. Yaxşı. Başqa sual keçək başqa suala. İndi çalışarım biraz səliqəli yazım. Test 10-da 3 müəllim. Test 10-da 3. Test 9-da 17-yə bir dən baxaq. Sadəcə yəni fikrimi ifadə etmək istəyirəm burada. Necə Bəli, yazır? mənfi 1-dən 0-a, 0-dan 1-ə, bir də 1-dən 3-ə götürüb həll edəcəyik. Bəli, mənfi 1-dən 0-a bir modul üçün elə fikirləşəcəksiniz. Sonra təbii ki, orada Mənfi 1-dən 1-ə. mənfi 1-dən. Baxın, bu bir dənə belə yazaq, yazmasaq çıxacaq. Məsəl üçün, burada modulda x üstə gəl 1-dir. Bunu ayıracağıq. Birinci ayıraq. 0-dan 3-ə modulda x çıx 1. dx-ləri də böyrünə yazaq. Tamam. Bunu ayırdıq. İndi bəlkə ayırmaq lazım deyil, elə birləşdirmək lazımdır. Amma indi bu içi mənfi 1-də olurmu? Olur. Deməli, biz onda 0-dan mənfi 1-dən 0-a gəlməliyik, eləmi? Yoxsa necə olmalıdır? 0-dan 3-ə hesablayaq. Onda buna ehtiyac yoxdur da. Ya mənfi 1. 0-dan 3-ün arasında bu necə açılır? İçinə ehtiyac yoxdur. Müsbət açılır da müəllim Hə. olduğu kimi. Ona görə də bunu olduğu kimi aça bilirik. Yəni Yəni burada 0-dan 3-ə qalacaq. bura modulun içinin rolu olmadı. Orada heç bir rolu yoxdur. Yəni o sərhədlərin arasına düşərsə rolu var. Sərhədlərin arasına düşmürsə Amma rolu yox. ikincidə rolu olacaq. Hə, ikincidə rolu var. Bəli, çünki burada 1 0-dan 1-ə alınır. qədər. Onda 0-dan 1-ə qədər eləyib bunu olduğu kimi bunu qabağına əksini yazaraq 1 çıxılsın x yazırıq. Düzdürmü? Çünki mənfi eləyir axı 0-dan 1-ə kimi. Üstə gəl, amma davam edirik. 1-dən 3-ə kimi də olduğu kimi açırıq. Və salam, bunu beləncə soruda çözürük. Yəni yazmağa çalışırıq. Yaxşı. Sonra Test 10-da 3. bunu başqa cür belə eləmək olardı. Məsəl üçün 0-dan 1-ə kimi bir cür baxıram. 1-dən 3-ə kimi bir cür baxıram. Yəni ikisinə bir yerdə baxmaq olar. Çünki x üstəgəl 1-in rolu yoxdur. Yəni onun həmişə müsbət olacağını gördük. X çıx 1-in isə yalnız 0-dan 1-ə qədər olan hissədə mənfi olduğunu gördük. Əgər biz bunu gördüksə, belə yaza bilərik bəlkə. Düzdürmü? İntegral 0-dan 1-ə 1 baxarıq, 1-dən 3-ə 1 baxarıq. Amma ikisi bir yerdə baxarıq. İkisi bir yerdə baxanda siz bir növ x üstəgəl 1 modulda idi. Üstəgəl modulda x çıx 1 idi. Məsələn, 0-dan 1-in arasında bu necə açılır, bu necə açılır, onun ikisini aça bilərsiniz. İkisini bir yerdə aça bilərsiniz. Bu zaman birincisi x üstəgəl 1 kimi açılır. İkincisi necə açılır? 1 çıx x kimi açılır. Düzdür? Bu zaman x-lar gedir, burada 2 qalır. Demək, 0-dan 1-ə vəziyyətində, yəni integralı 2x olacaq, sərhədlərini qoyacaqsınız, oradan 2 çıxacaq. Sonra 1-dən 3-ə kimi də əlavə götürəcəyik. Əlavə götürəcəyik 1-dən 3-ə kimi.
Bu zaman ikisi də olduğu kimi açılır. Olduğu kimi açanda 2x yaranır. 2x yaranır. Və sonra da bu ikisini də həll edib cavabı ala bilərik. İstəyirsiniz eləyək görək alınırmı cavab? Siz cavabı görürsünüz. Bu yoldan bildirsiniz. Bu yoldan eləyə bilərik. 3 dənə integral yazdıq. Bu yolda isə elə 2 dənə integraldan gedə bilərik. Baxaq görək. Deməli, integral bizdə nə almışdıq? 2 dx 0-dan 1-ə. Burada nə alırıq? 1-dən 3-ə 2x dx. Əgər səhv yazmışamsa deyin, ha, birdən ola bilər. 2x sərhədlər 0-dan 1-ə, üstə gəl x kvadratı sərhədlər 1-dən 3-ə. Burada yerinə qoydum 2 alındı. Burada yerinə qoyanda 9 çıx 1-dən 8 alındı. 2 ilə 8-i topladım, 10 alındı. Düzdür deməli. Yəni fikir verdisə problem əslində bir yerdə baxmaq daha bu misal üçün. Yəni normal, yəni qarışıq bir vəziyyət yaratmadı. Çünki x üstəyə 1 heç bir problem yaratmır. Ona görə burada x minus 1-dən işlədik ki, əsas problem yaratan odur. Yaxşı. Aha, 10-cu sual, 10-cu testdə neçənci sual dediniz? 3-cü. Hissə integrallama düsturu bilirsiniz demişdim. Deməmişəm. Bunu da yəqin ki. Müəllim, Deməli. yəni hasilin integral olması. Yox, hasilini deyə, yox. Məsələn, UDV bərabərdir. Demək, UV çıxılsın integral VDU. Məsələn, burada qrafik verib. Buradan deməli 2-dir, burası 1-dir, burada 6-dır, burası 4-dür. Məsələn. Belə bir şeydir. Buradan da bu bir funksiya verilib. Burada birləşmə yeri bura. Bu deyir y-də fx funksiyasıdır. Bizə də deyir ki, bu sahəni tap. Sahəni tap yox. Daha doğrusu, rəngli hissənin sahəsini verib bizə. Rəngli hissənin sahəsi neçə veribdir? Buranın sahəsini 8 verib. Bu ərazinin sahəsi 8. Bizə də deyir ki, integral 2-dən 6-ya x vurulsun f'(x) dx-i tap. Bu belə. Sizcə bunu necə tapmaq daha məntiqlidir? X-i o ilə, f'(x) dx-i də dv ilə işarə eləsək. Bəli. Bunu ona görə belə yazdım ki, məsələn, bu bizə bəlli olan bir deyək ki, hissə deyil də, x vurulsun f'(x). Yəni, ona görə biz x-a u deyirik. U deyirik. Bu zaman f'(x) dx-imizi götürürük. dv deyirik. Ki, buna bənzədirik. dv hamısı götürürük. Buradan deməli, u v-ni tapacağıq. Buradan v-ni tapanda v nə olacaq? fx olar. Bəli, v bərabərdir fx olur. Fx olur. Çünki hər tərəfi diferensiallarında elə bu alandır. Ona görə. Tamam, bundan sonrası məncə yerinə qoymaq lazımdır. Qoyuruq yerinə. Yerinə qoysaq, bir dəqiqə. Aha, yerinə qoysaq nə alacaq? İntegral yox. Hə, burada UV-ni yazacağım. Bu şəkli siləcəm. İndi şəkli götürürəm. Baxın. 8 olduğunu unutmayın. Həmin sahənin 8 olduğunu unutmayın. Birazdan ondan istifadə edəcəyik yəqin. 100%. Məsələn, biz deyirik ki, burada sərhədlər var. Gördünüz? Məsələn, burada AB qoya bilərəm. AB qoyanda burada ölür ki, AB olacaq. Unutmayın. Burada da AB olacaq. Bu sərhədlərdən olanda belə olacaq. Deməli, indi biz UV yazırıq. U-muz x-dir. V-miz fx-dir. X fx yazdım. X yazdım. Çıxılsın. Sərhədləri qoydum. 2-dən 6-ını yazdım. 2-dən 6. İntegral 2-dən 6-ya fx dx fx bir dəqiqə. Bəli. Bunun du-sunu necə tapırıq? Hər tərəfi diferensiala qoysaq olur dx-a. Ona görə bu da belə. İndi qalır qrafikə baxmağınız. Qrafikə necə baxacaqsınız? Qrafikdə, məsələn, mən şəkil buradadır, baxıram. X-a 2 verəndə y1 alınır. Deməli, F2-də neçə alınır? 1. F6-da neçə alınır? 4.
Aydındırmı? İndi biz əvvəlcə yerinə qoyaq, hesablayaq, sonrasına baxaq. 6 F6 aldıq. 6 F6 aldıq. Bu ayrı. Bunu buradan silək. Çıxılsın. Bu daska mənə niyə çatmır görürsən? Aha, buradan belə edeyim. Bir dəqiqə buranı götürək. Deməli, buradan aldığımız şey F6 neçə idi? Bunu sildim. F6 4. Hə, deməli, alırıq belə bir şey. Deməli, 6 F6 6 F6 çıxılsın 6 F2. Elə bunu yazaq belə. F2-ni burada yazaq. Düzdürmü? Çıxılsın. Bunun haqqında nə deyə bilərsiniz? 2-dən 6-ya F F2. eşittir X şeklinde Müəllim niyə yazılır. 6-nı 2 dəfə vurdu? 6 F2 çöldədir. 6 F6 çıxılsın 6 F2 olmalıdır da. İntegralı hesablayanda necə hesablayırsınız siz? Məsələn, Müəllim 6 F6 çıxılsın 2 F2 olmur. hə, doğrudan ha. Düz. 6 X olsun. Bir dəqiqə. Onu da biz burada yazmalıyıq. Bunu silək. Bunu silək. Demək 6 F6 çünki yerinə qoymaq lazımdır da. Düzdür. 6 F6 çıxılsın 2 F2 oldu. Bu hazır. Bəs o birisini necə yazaq? 2-dən 6. Bu birisiz nədir? Bu sahədir. O həmin şəkil var idi. 2-dən 6-ya integral fx. Həmin sahədir də. Əgər biz diqqətlə şəklə baxın, görəcəksiniz ki, sahəni tapanda elə tapırıq da. İntegral 2-dən 6-ya fx dx. O da bizə neçəni verir? Yerinə 8 qoyar. 8 qoyuruq. Yəni onu daha hesablamırıq da. Orada nəsə götürüb böyük fx zad yazmaq olmaz. Yəni o sahədir. Vəssalam. Bundan sonra da yerinə qoyursunuz f6-nın yerinə 4. 6 vur 4, çıxılsın 2 vur 14. 1, çıxılsın 8 və 14 isə 14. Yazırıq belə getdi. Yəni bəli. Amma belə deyək, əslində hissə integralıma düsturu ilə daha rahat oldu. Amma yəni bu tipli sualı gözləmirəm. Yaxşı. Sonra Dörde birden bakabiliriz. neçəyə? 4'e. Hə, onda 4-cü sual. Şəkildə demək y və bir də x kubu Burada funksiyası. ayrı ayrı yazdım. S1 mesela sıfırdan m'e kadar x kvadratın integral x kvadratı da Hı -hı. integralı. Bu S2 ise m'den 4'e kadar x kvadratın integralı. Bunları sonra bunları beraberleştirip 7 mesela S2 beraberli 7 S1'de yerine koydum. Sadece alabilmedim cevabı. Ben köşte 2 aldım ama cevapta o da yok idi. Maraqlıdır. Bu belə. Bu bir də bəndə baxın. Bura 4. Deməli, buranın S1 olduğunu verib. Bu hissənin S1 olduğunu verib. Bu hissənin S2 buradır. Elə yazım. S2 olduğunu verib. Bu funksiyamızda y bölü x kvadrat funksiyası verib. Düzdür. S2 də bərabərdir. 7 S1 verib. S2 bərabərdir. Yazın bura. 7 S1 verib. Aha. Deməli, biz əslində bunu integralın köməyi ilə necə eləyəcəyik? Biz bilirik ki, S1-in sahəsi bu 0-dır axı. Y bölü x kvadrat bura 0-dır. Yəni, buranın sahəsini verib də bu. Deməli, bunun rəngini qırmızıya keçirim. Baxın. Deməli, S1 necə olacaq? İntegral 0-dan m-ə dediyiniz kimi x kvadratı dx. Bu belə. Bunun da yerinə m-nı x kubu bölü 3 olduğuna görə x kubun da yerinə m kubu qoydunuz. Bölü 3 yazdınız. 0 qoymağa ehtiyac yox. Yəni birbaşa elədik. M kubu bölü 3. Düzdür? Keçdim S2-yə. S2-də biz m-dən bu 4 daha nə deyil? 4. M-dan 4-ə kimi yazmalıyıq. Bu dəfə də yenə x kvadratı yazırıq dx. Bu x kubu bölü 3-dür deyə mən çox yazmıram. 4-ün kubu bölünsün 3 olmalıdır. Siz özünüz də yəqin elə yazmısınız. Çıxılsın m-in kubu bölü 3. Buraya qədər məncə aydın. Buradakı bu hələlik belə də qala bilər. 64 çıxılsın m kubu bölü 3 deyə. Bu yazım. 64 çıxılsın m kubu bölü 3. Biraz sadələşdir. Tamam. İndi biz şərti tətbiq edəcəyik. Şərt budur axı. S2 bölü 7 S1. S2-nin qiymətini yazırıq.
64 çıxılsın m kubu bölü 3 bərabərdir 7 vurulsun m kubu bölü 3. 3'ləri atıram. Düzdürmü? Burada da alınacaq 7m kubu, 8m kubu 64. 64'ü M-də 2 8'e alınır. M-də 2. Bəs siz neçə almışdınız? Ben hesaplama səhvində 4'ün kubunu 16 yazmışım. Hə. Amma demək yol düzdür. Yəni yol düzdür demək. Mən dedim Bəli, bəlkə bəli. misalda səhv var. Hə, yəni doğrudur. Belə eləyə bilərik. Yaxşı, başqa? 5-ci sual müəllim. 5-ci sual əslində hə, çevrə ilə əlaqəli sualdır. O qədər çətin deyil əslində. Yəni bunu şey eləyək. Yuxarı çəkək. Evə. Deməli 5-ci sualı birinci biraz mən şəkli bir dənə çəkim ki, kimsə baxanda sonradan görə bilsin. Bir çevrə verib. Mərkəzi koordinat başlanğıcında bir çevrə görürük. Burası -5, burası 5, burası 5 bunun üstündə. Və burada bir bizə vətər veribdir. Vətər deməyək, yəni düz xətt veribdir -3. Vətər onu çevrədən ayırdı. Burada düzdür. Burada verib bizə -5. Yəni bu biraz balaca görünsə də belə. Məsələn deyir ki, çevrəmizin tənliyi y kvadratı üstə gəl x kvadratı bərabər 25. Bu formada veribdir. Bir dənə də funksiyanı deyir ki, qrafikdə -3 vermişəm. Gördüyünüz o iştirilənmiş hissənin sahəsini deyir ki, hansı inteqralın köməyi ilə yaza bilərik. Ümumiyyətlə sizə bir şey deyim də. Birinci kəsişmə nöqtələri bizim üçün maraqlıdırmı? Təbii ki, maraqlıdır. Gəlin kəsişmə nöqtələrini tapaq. Yəni bu nöqtənin nə olduğunu tapaq. Bunun üçün nə edəcəyik? Bir yerinə -2 qoyacağıq. 9 üstə gəl x kvadratı bərabərdir 25. Birbaşa yazsaq x bərabərdir plus minus 4. Yəni belə çıxır ki, bu hissə -4'dür, bu hissə müsbət 4'dür. Yəni bu bir növ belə yadımıza qalsın. İndi biz nəyi yaxşı bilməliyik? Ümumiyyətlə sahəni axtarırıqsa, sahə iki funksiya arasında qalan sahə düsturunu yaxşı bilməliyik. İki funksiya arasında qalan sahə nə deməkdir? Məsəl üçün, kimisə fikir varsa desin. Yəni iki funksiya... Sahələrini çıxarıq. Aha, düzdür. Yəni funksiyaları çıxarıq integral daxilində. Məsələn, ev ki, üstdə olan funksiyanın, Bəli, aşağıdakının. Bəli, üstdə olan funksiyanın, deyək ki, burada sərhədləri də tutaq ki, düstur olaraq AB yazıram. İki funksiya arasında qalan sahə. Çıxıram altda qalan funksiyanın sahəsini. İndi burada üstdə, altda qalan hansı deməkdir? Hansılardır? Bir ona baxaq, görə necə eləyək. Məsəl üçün, gəlin elə üstündə eləyim. Üstündə deyəndə belə qoyun. S bərabərdir. -4-dən 4-ə. Mən yazım, siz təsdiqləyin. -4-dən 4-ə integral. Burada mən yazacağım -3. Siz deyəcəksiniz niyə? Baxacaq vəziyyətə. Çıxılsın, indi izah edəcəm. 25 çıxılsın x kvadratı yaza bilərəm. Baxın, buradan y tapıram. Y nəyə bərabərdir? Kvadratı nəyə bərabərdir? 25 çıx x kvadratına. Aşağıda qalanda, yadınıza qalsın. Aşağıda qalanda y-i kök altında müsbət götürmürük. Yəni, y müsbət kök altı götürmürük. Nə götürürük? Y bərabərdir. Mənfi qabağına qoyub 25 çıxılsın x kvadratı yazmalıyıq. Bunu unutmayın. Deməli, biz bu hissəni, bu göy rəngləyirəm, bu hissənin sahəsini, çevrənin o x oxundan aşağıda qalan hissəsinin qabağına mənfi qoydum. Aydındırmı? Bu yox da, bu 5-ci. Bəli, müəllim, mən müsbət götürmüşəm, ona görə cavab ala bilmirdim. Müsbət yuxarıdır. Bir də belə deyim, absoxun özü y-də 0 düz xəttidir. Əgər biz həmin göydən rənglədiyim hissənin sahəsini istəyiriksə, məsəl üçün 0-dan çıxmalıyam bizim həmin funksiyamızı da, tutaq ki, siz y bərabərdir kök altı 25 çıx x kvadratı kimi götürmürsünüz. Onu çıxanda kök altı 25 çıx x kvadratı kimi yazanda, bu bir yerdədir də, yazanda, onda görəcəksiniz ki, bəli, elə
qabağına mənfi olmuş olur. Yəni iki yol var da, ya qabağına mənfi qoyacaqsan, sahə o x oxundan aşağıdadırsa, inteqralı mənfi qoyacaqsan, AB əgər həmin funksiyanı yazmısansa. Yaxud da iki funksiyanın fərqi kimi orada sıfır funksiyasını nəzərə almalısınız. Oldu, başa düşdük. Orada mənfi yazacağıq. Aha, bunu yazandan sonra deyə bilərsiniz mənfi 3-ü niyə yazdım? Mənfi 3 bilirsiniz hansıdır? Düz xətt y bərabər -3 Ay sağ ol. olan. Deməli, mən bu üst qalan hissə deyəndə nəyi başa düşürəm? Baxın. Baba buranı sildim. Buranı sildim. Bizə balaca yer rənglənmiş olduğu üçün üst-üstə y bərabər -3 olur. Bəli, Aşağı hissədə bəli. Bax çevrənin yarısı. bu hissə də mən bu hissəni tapmalıyam axı bu hissəni. Ümumi üstdə olan hissədən deyək ki bunu çıxdım. Düz yazdım. Bəlkə tərsinə yazmalıydım. Məncə düz yazdım. Sizcə? Düzdür müəllim, düzdür. Düzdür. Bundan sonra bunun mötərizəni açacaqsınız. Yəni mənfi 4-4. Bunu açmırsınız. Çünki bir dənə mənfi 3-ü düzəldirsiniz, qutardı getdi. Kök altda 25x kvadratı çıxılsın 3 olacaq. Məsələn deyir ki Bəli, mən f(x) onu yazmışam. çox çətin deyil. Bəli. f(x) vurulsun gx. Bunlar tək funksiyalardır. Tək funksiyalarsa siz mənə deyin görüm gx necə funksiyadır? fx və gx Bu vurmadır. bizdə biri cüt, biri tək olarsa, hasili tək olar. Tamamilə doğru. Deməli, Biz gx-i burada dik götürərik. fx-i tək verib deyə avtomatik biz fx funksiyası tək olduğuna görə bunun tək olduğunu bildik. Demək bu vurulsunda axı təkin cütə hasili söhbət ədəddən getmir ha. Məsəl üçün y bölü x kvadratı funksiyası təkdir, cütdür. X-ə vursa x kubudur, x kvadratına cütə vuran kimi olur x-5 tək alınır. Və bunu bilən adam çox rahat şəkildə funksiya bölməsindən bunu bilən adam bu misalda bunun şeyini tutacaq. İndi bizə deyir ki 0-dan 3-ə qədər 3 gx dx-imiz 18-dir. Təbii ki 3-ü mörtəzə kənarına integral işarəsi xaricinə alıb 0-dan 3-ə 6-ya bərabər olduğunu tutacaq. O heç. Bizdən soruşur. Mənfi 3-dən 3-ə kimi. Və görürsünüz sərhədləri simmetrik veribdir. Sərhədlərin simmetrik verilməsi ona görədir ki, biz cütdəki qeyd eləyə bilək. bəli, ümumiyyətlə təkdə 0 olur, bəli. Cütdə də 2-yə hasil olur. Düzdür. Jalə müəllimə buradadır. Bəli müəllim, buradayım. Siz deyə bilərsiniz, məsələn, simmetrik olanda funksiyada cütdürsə, sərhədlər simmetrikdir, funksiyada cütdür. O zaman biz onu necə yaza bilərik? 0 Yox, o təkdədir. olurdu. Təkdə 0-dır. Bəs cüt olanda necə yazırdı? Bilmirəm. Hə. Yadımdan çıxdı. Kübra müəllimə bilir də yəqin ki. Kübra müəllimə necə yazırıq? Mən də yalançı olaram. Hə. Zeynəb müəllimə dediyi kimi, yəni Hə. təkrarlamaq istəmirəm də. Bəs Zeynəb müəllimə nə deyir? Cüt olarsa biz Aha. 0-dan 3-ə götürüb 2-yə vuracağıq. Tək də olarsa 0 götürəcəyik. Bəli. 2 vurulsundan gedirik. Bax onu əslində demişəm, o dərslərin içində, inteqralın içində demişəm ha. İntegral mövzusunun içində demişəm. Baxın, deməli, 20-ci sualdır demiş. bəli. Demək hansı təkdirsə, Sən nəsə deməli. bəli, hansı təkdirsə, üstünə bir qırmızı ilə işarə qoyacağam. Məsələn, bu tək funksiyadır. Üstə gəl işarəsi qoyun, təkdir. Burada da fx gx təkdir. Üstə gəl Təkdir. işarəsi qoydum. Və üstə gəl o deməkdir ki, bunları tulla getsin. Yəni 0-a bərabər olacaq. Sıfıra Bunların gedir. cavabı 0-dır. Çünki sərhədlər baxın 0-0-a görə simmetrikdir. Tamam, bu belə. Bunu biləndən sonra bizdə yerdə nə qaldı? Mənfi 3-dən 3-ə özüm belə yazıram. 4gx qaldı. Və bu g-nin də cüt olduğunu bilirik. Müəllim bu 2-yə. 0-dan Hə. 2 vurulsun 0-dan 3-ə. Bəli. Burada artıq 4-ü çölə qoyun. 4 çölə düşdü. Düzdürmü? Bəli. Gx-in özü üçün də 2 vurulsun 0-dan, integral 0-dan 3-ə götürüb gx yazmaq lazım. Gx-dir. Bəli. Gx-imiz də veribdir 6.
yerinə qoyarıq. Bəli, GX-imiz də burada birincidən görürsüz budur. 18-in 3-ə bölməsindən 6-dır, yerinə qoyacaqsınız. 4 vur 2, 8. Bu da vurulsun 6. Düz yazdımsa, yəni 48 olmuşuq. Bəli. Yaxşı, bunu da elədik. Başqa sual yoxdursa keçək biz şeyə. Müəllim, bir sual verə bilərəm. Bəli. Müəllim, test 11-də birə baxa bilərik. Biz dedik, yuxarı ilə aşağı olanı sahələr çıxılırdı. Bir dənə baxın buna. Test 11-də. Ana 11. Test 11-də neçənci sual? 1. Birinci sual. Aha, bəli. Aşağı x oxundan aşağıda olanda integral məsələsinə görədir bu. Yəni sahələr zaten müsbətdir bu heç. Baxın, bir dənə bunu şey edeyim. Qrafikinə baxaq. Bu məsəl üçün belə verilibdir funksiyamız. Deyir ki, buradan gəldi, buradan keçdi, buradan düşdü aşağı, buradan da getdi. Aha, bu birinci, bu ikinci, bu üçüncüdür. Düzdür? İndi biz sahə olaraq bizə deyir ki, sahəsi birincinin sahəsi 4-dür. Deməli, məsələn, bunun sahəsi 4-dür. Yumruda içində yazın sahəsini. O birisinin sahəsi 1-dir. Bunu da yazdım. Bu üçüncünün də sahəsi 2-dir. Bunu da yazdım. 2-dir bu. Aha. 2-dir. Deyir ki, hansı doğrudur? İntegral sərhədlər, bir dənə böyüdüm. Burada sərhədləri verib, bura -2 verib. Bu zaten 0'dır. Koordinat başlarından keçdiyini deyir. Bu 2'dir. Buranı verib. Özü. Bu da 5 verib. Məsələn, deyir ki, hansı doğrudur? Gəlin maraqlıdır. -2-dən 2-yə fx dx-imizi 5 verib. İkincidə bizə verib 0'dır da yəqin ki, düzdür. 0-dan 5'ə 0-dan 5-ə fx dx-imiz 1 verib. Və üçüncünü də elə altından yazıram. Burada integral -2-dən 5'ə amma modulda fx dx modula bağlayıb dx bərabərdir 7 verir. Və deyir ki, bunlardan hansıları doğrudur? Yəni 1 mi, 2 mi, 3 mü, yalnız 1 mi, yalnız 2 mi və s. Yəni əslində çox çətin deyil. Zeynəb müəllimə yəqin ki, yazmış olar. Müəllim, mən burada onu başa düşmədim ki, əgər biri x oxunun yuxarıda aşağıda olsa çıxırıqsa, Aha. nə bir doğru çıxıb, nə də 2. Birində toplayıb, birində çıxıb, amma ikisi doğru olmuyor. Bu çox vacib məsələdir. Mən bir də deyirəm, baxın, integralın həndəsi mənası da var da. Həndəsi mənasına görə funksiya qrafiki ilə o x oxu arasında qalan sahəni tapmaq istəyirik. Baxın, həndəsi məna budur. O x oxundan yuxarıda yerləşirsə, integralın qiyməti müsbətə bərabərdir. O x oxundan aşağıda yerləşirsə, integralın qiyməti mənfiyə bərabərdir. Sahəni demir ya. Sahə zaten mənfi ola bilməz ki. Modul daxilindədirsə ifadə fx funksiya. Bu fx funksiyasıdır. Modul daxil. Onda bütün sahələrin cəmi başa düşülür və təbii ki, bütün sahələrin cəmidirsə, demək cavab da müsbət olacaq da. Modulda fx yazılırsa cavab müsbət olacaq. O da 7 verir zaten. Cavabın müsbət olduğunu. Deməli, bu belə. İndi gəlin bu başa dediyimə qaydaya görə başlayaq izahına. Bax, -2-dən 0-a qədər birincinin şeydir. Burada yuxarıda yazıram. -2, 0 aralığında birinci hissə. Qrafik yuxarıda yerləşir, yoxsa aşağıda yerləşir? Aşağıda. Ha. Deməli mənfidir. Deməli, integral orada mənfini verməlidir. Düzdür? Bəli. Aha. 0-2 aralığında qrafik hardadır? Yuxarıda müsbətdir integral. Ha. Məsələn, bir dənə elə belə yazım bunu. 0-dan 2-yə tutaq ki, biz fx dx yazaq. Elə ki, bu ikincini yazıram ha. Burada cavabı 0-dan 2-yə 1 yazmışam da. Elə ki, sahəsi 1. Demək, cavabı da 1 olacaq. Müsbət olacaq. Aynıdır. İndi gəlin bu mənfi birincini yazın. Birincini yazmaq üçün bunun alt üstündən yazacağım. Birincidə integral, sahə deyil bu, integral. -2-dən 0-a fx yazdım. Fx dx yazdım. Cavabı nə yazmalıyam? Mənfi. -4.
Baxmayaraq ki, Mənfi müsbət dörd, bəli. 4-dür. -4 yazacağam. Oldu mu? İntegralıdır. Biz modula salsaq modula -4-dən 4 çıxacaq. Bu heç. Üçüncünü də burada yazıram. Bax, üçüncünü də burada yazıram. Üçüncü də integral 2-dən 5-ə fx dx aşağıda yerləşdiyinə görə cavab -2 olmalıdır. Ha. Bax, demək aşağıda yerləşəndə integral məsələsi. Yəni funksiyanın özünü yazdım. Yəni 0 çıxılsın fx yazsaydım, fx-in qabağına mənfi qoysaydım, təbii ki, müsbət yazacaqdım. Bu mənfi daha, -2. Aydındır. Bura qədər bunu Bəli. təkil üzərindən tutduq. İndi gəlin bir təklifləri yoxlayaq. Görək nə baş verir. Təklifləri yoxlayaq. -2-dən 2-yə birinci təklifi bizə verib ki, -2-dən 2-yə. Mən -2-dən 2-yə kimi onu bölüşdürəcəm də. Məsələn, -2-dən 0-a qədər nə almışam? -4 almışam. Üstə gəl. 0-dan 2-yə qədər nə almışam integralımı? 1 almışam. Üstə gəl. 2-dən 5-ə nə aldım? Biraz qarışıq kimidir, amma siz yəqin ki, görürsünüz. -2 aldım da. Düzdür? Bəli. Bunu toplayanda cavab 5-i verir. Müəllim, -2-dən 2-yə baxırdıq. Bilirəm. Böldüm də. -2-dən 2-yəni. Hə, pardon. -2-dən 2-yə baxır. Hə. Onda bu -2-ni silirəm də. Burada -2 yox. -2 yox. Bəli. Tamam. Onda düz gəlmə. -3 alınır, amma Bu getdi. Bu birinci getdi. Keçdim ikinciyə. İkincidə sıfırdan tapdığımız integrallar -4-lə 1 integral idi. Amma sahə nə olsun ki, bu da Mən veriləndə anladım. təkliflər bizə Bu integral sahənin- verir. Təkliflər bizə integral verir. Demək biz onu yaxşı başa düşmürük ki, integral mənfi ola bilər. Oldu mu? İntegralın cavabı mənfi ola bilər. Mən indi bir də deyəcəm bunu. Tələsməyin, bura yığışdırıb bir də deyəcəm. Baxın, bir də qalsın. Bu hissəyə baxırıq. Bu ikinciyə bax. 0-dan 5-ə. 0-dan 5-ə isə biz onu 2 yerə böləcəyik. 0-dan 2-yə ki fx dx formasında baxacağıq. Üstə gəl 2-dən 5-ə baxacağıq. fx dx. İndi bunun cavabı 1 olmalıdır. Görək doğrudanmı 1 olur? 0-dan 2 fx dx-də biz yuxarıda yazdığı 1 almışıq. Bunun cavabı 1-dir. Üstə gəl 2-dən 5-ə nə almışıq? -2. -2 almışıq. Cavab olaraq biz -1 aldıq. Amma bizdə -1 1 yazılıb burada. Müsbət 1 yazılıb. Demək bu da deyil. Bu da səhv. Keçdim üçüncüyə. Üçüncü modulda yazıldığına görə artıq mən orada hamısını modulda yazacağam və əvvəldən axıracağam. Əgər 7-ni verirsə düz olacaq. Gəlin baxaq. -4-ü modula salın. Neçə eləyir? 4. Ya da sahələri toplayın elə. 4, 1, orada da 2 var idi. 7-ni verdi. Demək düz yazıblar. Demək üçüncüsü doğrudur. İndi mən bu qarışıq kimi görünür. Üçüncü bənd. Yalnız üçüncü bənd belə çıxır ki, doğru oldu. İndi gəlin mən bunu biraz bu formada gəlin üstündən götürüm də deyə təzədən niyə yazım. Məsəl üçün bəzi şeyləri yığışdırın buradan. İndi tam yəqin ki başa düşəcəksiniz. Bir də yığışdırıram. Qarışıq şeyləri yığışdırıram. Və bunların hamısını yığışdırdım. Bu da yığışdırdı. Amma yəni gözəl şeylərdir. Bunları da yığışdırdım. Y və fx-i niyə yığışdırdım onu bilmirəm. Aha, funksiyamız bunların hamısını götürdü. Baxın. Gəlin elə bunları da buradan silim. İndi diqqətlə baxın. Burada biraz səliqə səhmana salaq buraları. İndi mən funksiyamızın fx oxundan aşağıda yerləşən hissəsini, bu çox vacibdir əslində, burada ya problem yaşayırsa baxın, bu sahəni soruşur, bu sahəni soruşur, bu sahəni soruşur. Mən bura S1 deyirəm, tutaq ki, qırmızıdan S1 dedim, bura S2 dedim, bura S3 dedim. Deməli, integral 2-dən 5-ə kimi gedir, -2. -2-dən 5-ə kimi gedir. İntegralı -2-dən 5-ə kimi olan hissəsində əslində biz x oxundan belə deyək də, bu əvvəlcə yazın bura y və dfx budur. -2-dən 0-a kimi necə tapırıq? -2-dən 0-a kimi tapanda kim deyər? Ümumiyyətlə bu hissəni necə tapırıq?
yuxarıdan Sıfırdan keçəndən, sıxırı. Yuxarıdan bəli, aşağıdan. sıfırdan Yuxarı. xırıq funksiyamızın adını. Bu funksiya fx daxı. Fx funksiyasını. Bəli, ona görə də mənfi olur. Doğrudur. Burada alınır mənfi fx dx. Bu sıfırı silin buradan. Aha, mənfi x dx. Bu zaten bizə bir sahəni verəcək. Ha. Bu bizə nəyi verəcək? Sahəni verəcək. Çünki o arada qalan hissəni tapmış olur. Bu mənfini biz yazmadan bəzən belə yazırıq. İntegral mənfi 2-dən 0-a kimi fx dx olar, çıxa bilərsən. Fx dx yazdın mı bunu? Bu əslində bizə mənfi ədəd verməlidir. Mənfi ədəd verməlidir. Çünki niyə? Axı bu müsbət ədəd verir. Bayaqları onun sahəni neçə vermişdi ora? 4 vermişdi. Tutaq ki 4'dür. Bura 4 olur. Burada problem yoxdur. S1 üçün. Hayda bu hara getdi? Bir dəqiqə. S1 üçün. Düzdürmü? S1 üçün. İndi belə bir sual. Əgər mən mənfi 2-dən 0-a fx dx yazmışamsa, bu mənfi 4 verməlidir axı, düz deyil. Bəli. Demək ki, integral mən normal sahəni yazanda belə yazsaydım, sahəni tapacaqdım. Ona görə də yadınızda qalsın, sahəni yazanda ya funksiyanı modula salın, integral, məsələn, mənfi 2-dən 5-ə kimi yazmışam, eləmi? Həmin o fx funksiyasını təmiz modula salsa, ya çöldən, ya içərdən fərqi yoxdur. Bu zaman həqiqətən də ümumi sahəni tapmış olacaqsınız. S1, S2, S3-ün hamısını, bu sahələri tapmış olacaqsınız. Sahələri baxın, tapmış olacaqsınız. Deməli, olacaq qoy buraya yazıram. S1 üstəgəl S2 üstəgəl S3-ün hamısı burada gizlənəcək. Bu dəqiqdir. Amma yox, integral modulda yazmasaz, ya qabağına mənfi qoymasaz və ya sərhədlərin əksini yazmasaz, mümkün deyil. Bəs onda, belə olan halda biz integralı yazanda, modulsuz yazanda necə yazacaq? Baxın, onu da deyirəm. Deməli, integralı yazanda modulsuz necə yazacaq? Baxın. Tutaq ki, mənə deyir ki, integral mənfi 2-dən 5-ə kimi fx dx. Bunu sahələrin köməyi ilə yaz. Mən mənfi S1 yazmalıyam. Üstəgəl S2 yazmalıyam. Yuxarıdadırsa. Çıxılsın S3 yazmalıyam. Bu modulun, bu sahənin mənfi olması anlamına gəlmir. Bu sadəcə integralımızın hesablanması zamanı yəni düzgün nəzərə alınmamasıdır. Sahələrin, yəni bu birbaşa olaraq o demək deyil ki, üçünün də sahəsini toplayacağım, cavab 7-dirsə 7-ni verəcəm. Xeyr, əgər bizim misalımızda belə verilsəydi, bu da səhv idi. Yəni orada axı 7 vermişdi. Bunu yumruya aldığımın cavabına 7 vermişdi. Cavab ancaq sahələrin cəmi 7-ni verir. Bura birinciyə 4 vermişdi, ikinciyə 1 vermişdi, üçüncüyə 2 vermişdi, belə bir şey vermişdi. Biz bunları cəmləyəndə verir. Amma fikir verin indi bura. Belə yazsaydı. Mən ki, bərabər qoyacaqdım integralı hesablamaq üçün. Mənfi S1, mənfi 4 yazacaqdım. S1 müsbətdir, mənfi yazıram. S2 müsbət 1-dir olduğu kimi yazıram. S3 2-dir, mənfi 2 qabağına qoymuşam da 2. Bunu hesablayacaqdım, mənfi 4-ün üstündən 1 gələcəkdim. Nəsə mənfi 3, mənfi 5 olacaqdı. Əgər bu da verilsəydi, belə verilsəydi, mən cavabı belə yazacağım. Bu demək deyil ki, bizim fx dx mənfi 2-dən 5-ə kimi olan integralımız müsbət olmalıdır. Bunu kim deyə bilər ki? Bu düzgün deyil. Yəni buna çox diqqət edirik, lazımlıdır. Yəni ümumiyyətlə indiyə qədər keçdiyimiz hamısı çox vacib, lazımlı, proqrama uyğun, tamamilə lazımlı suallarımızdır. Oldu. Yəni çoxsu 90%, hətta bəlkə 95% hamısı lazım idi, dediklərimizin hamısı. İndi bilmirəm nə qədər anlaşıldı, deyə bilərəm, belə oldu. Bəli, aydındır müəllim. Amma bizim o biri mövzuya keçək, onsuz da yarımçıq qalacaq, amma yenə də bir şeylər keçək də başlayaq. Məncə, yəni ya keçək, ya nə bilim. Çünki çatdırmayacağıq. Amma yenə başlayaq. Keçək müəllim. Yəni başlayaq, yəni bəzi şeyləri deyək. Bəli. Deməli, ehtimal
ehtimaldan əvvəl əslində ehtimal statistika, birləşmələr nəzəriyyəsi bunlar əslində ayrı-ayrı mövzulardır. Bunu bilmək lazımdır birinci növbədə. Qarışdırmaq olmaz və proqramda geniş yer verildiyinə görə biz bunu yaxşı keçməliyik. Birinci nə öyrənək? Birləşmələr nəzəriyyəsinin elementləri var da. Məsəl üçün bunlar hansılardır? Biz birləşmələr nəzəriyyəsindən başa düşəcəyik və s. Məsələn, birincisi bəsit bir şeydir. Ümumiyyətlə sayma zamanı biz müəyyən üsullardan istifadə edirik. Bunlardan biri toplama yoludur, biri vurma yoludur. Yəni toplama yolu nədir? Tutaq ki, məsəl üçün biz deyirik ki, məsələn deyək də, məktəbdə oxuyan oğlan uşaqlarının sayından qız uşaqlarının sayını götürdük. Düzdür? Məsəl üçün 100 nəfər budur, 500 nəfər budur məktəbdə. 500 deyək kişi cinsindəndir, məsələn 100 nəfər qadın cinsindən. Bunları təbii ki, toplayaraq ümumi sayı tapa bilirik. Bu sadə bir yoldur. Bu şeydə də var. Məsələn, tutaq ki, A şəhərindən B şəhərinə gedirəm. Məsəl üçün 3 dənə müxtəlif yolla gedə bilirəm. Qatar yolu, avtomobil yolu, məsəl üçün dəmir yolu. Eyni zamanda da, məsələn deyək, belə də deyə bilərik də, tutaq ki, məsələn qatar yolundan 3 dənə olsun. Məsələn belə deyək, A-dan B-yə, deyək ki, 3 müxtəlif avtomobil yolu var. Gedə bilirəm. Düzdür? 4 müxtəlif, məsələn, qatar yolu var. Gedə bilirəm. Tutaq ki, 5 müxtəlif hava yolu var. Məsələn, gedə bilirəm. Məsələn, və s. Məsələn, deyirəm ki, A-dan B-yə cəmi neçə yolla gedə bilərəm? Bu çox bəsit. Yəni, biz bunların toplanmasını həyata keçiririk. Çünki bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur da, düzdürmü? Mən hansı yolla gedirəm, gedim. Və bunları toplayıb ümumi cavaba yaza bilirik ki, tutaq ki, bu toplama prinsipidir. Oldu mu? Amma vurma prinsipi daha çox istifadə olunur. Bunun da səbəbi nədir? Məsələn, tutaq ki, mən A-dan B-yə deyək ki, 3 müxtəlif yolla gəlirəm. Məsələn, B-dən C-yə tutaq ki, nə bilim 6 müxtəlif yolla gəlib çıxıram. Məndən soruşurlar ki, A-dan C-yə B-dən keçməklə, B-yə uğramaqla, məsələn, neçə müxtəlif yolla gəlib çata bilərsən A-dan C-yə? Bu zaman mən tutaq ki, bu hava yoludur, birinci yazdığım. Hava yolundan istifadə edə bilərəm. Və yaxud burada qatar var, hava qatar yolundan istifadə edə bilərəm. Yəni, ki, birinci bu hava yolundan ki, gəlib çıxmışam B-yə, B-dən istəsəm elə oradan da başqa bir hava yolundan gedərəm C-yə. Bu bir yol sayılır. Hava yolundan gəlib qatardan keçib C-yə çata bilərəm. Bununla gəlib bununla gedə bilərəm. Onunla gəlib bununla gedə bilərəm. Fikir verdinizsə, yəni burada bir dənə yoldan neçə dənə variant yarandı. Bu variantların sayı, məsəl üçün, burada B-dən C-yə 6 dənədir axı. Deməli, A-dan B-yə neçə yol idi? A-dan B-yə neçə yol yazdım? 3 yol buradadır. B-dən C-yə neçə yol yazdım? B-dən C-yə də 6 yol. Biz burada vurma prinsipindən istifadə edirik ki, ümumi tapaq da, yəni ümumi mənim neçə müxtəlif, burada müxtəlif yollar deməlidir, neçə müxtəlif üsulum var. Bu, məsəl üçün, adətən paltarların, şalvar, köynəyin qruplaşdırılmasında istifadə edirlər və s. Əsasən yollar, dediyim kimi. Sonra, məsələn, girmişsiniz mağazaya, bir əşya seçimi edəcəksiniz. Məsəl üçün, 4 dənə, tutaq ki, televizor satırlar, 5 dənə soyuducu satırlar. Təbii ki, biz burada bir əşyanı 4-yə 5, 9 variantda seçə bilərik. Amma burada gərək müxtəlif sözü deyilsin. 4 müxtəlif televizor var, 5 müxtəlif soyuducu var. Amma indi 2 əşya seçəcəm. Biri televizor, biri deyək ki, köynək olsun. Köynək nədir? Məsəl üçün, tutaq ki, 4 dənə müxtəlif soyuducumuz var. 5 dənə müxtəlif televizorumuz var. Məsələn, mən deyirəm ki, bir televizor və bir əşya, bir televizor və bir soyuducu olmaqla 2 əşyanı neçə üsulla seçə bilərəm? Burada artıq neçə üsulla seçmək olar.
Burada artıq mənim vurma prinsipim 4 vur 5 olmalıdır. 20 variantım var. Əgər bunu tutaq ki, biz qoşalaşdırsaq ki, televizor 1, televizor 2 var, müxtəlif televizorlardır axı. Televizor 4, 4 dənə televizor dedim də deyəsən. İndi qarışdıra bilərəm biraz sürətli. 5 televizor müəllim, 4 soyuducu. Bəli. Soyuducularda biz bunların hər birini digərindən götürə bilirik də. Məsələn, mən televizor 1-i seçib S1 seçə bilərəm. İndi bunu bir oturub yazası deyilik ki, T1 S2, T1 S3 bu formada bunları yazası deyilik. Ona görə də bu variantlar belə artır. Nəticədə biz deyirik ki, bunun birindən hamısını götürə biliriksə, deməli 4 dənə belə bir şansım var da T1-dən seçim aparım. O eləcə də T2 ilə 4 dənə şansım var. Eləcə də T3-dən, eləcə də T4-dən və burada baxıram ki, 5 dənə bir televizoru hər birində 4 dənə soyuducu ilə götürə bildiyimə görə vurma prinsipindən istifadə edirəm. Bunu cavabı ala bilirəm. Aydındır? Belə. İndi qarışıq da verə bilərik. Bunu indi sonra baxa bilərik. Yaxşı. Sonra gələk belə bir şeyə. Əgər biz rəqəmlərdən ədədlər düzəldiriksə, burada müxtəlif variantların hamısını araşdırmalıyıq. Birinci, tutaq ki, mənə verir 0, 1, 2, 3, 4, 5, 6 və s. Bu qədər olsun və s. olmaz. Bu rəqəmlər, cəmi 10 dənə rəqəmdir. Biz bunun 6-sını, 7-sini yazdık. Deyir ki, bu rəqəmlərdən istifadə edərək, tutaq ki, bütün mümkün 3 rəqəmli ədədlərin sayını. Bütün mümkün 3 rəqəmli ədədlər nə deməkdir? Məsələn, mən altına 3 dənə xətt qoyuram. 3 rəqəmli ədəd nə olacaq? 120. Məsələn, burada təkrarlara icazə var. Bu cümlədə təkrara icazə var. Necə? Sıfırla başlayanlardan xaric. Bəli. Ona görə biz öncə bütün mümkün sıfır da rəqəm kimi, yəni ki, sıfırdan başlayan ədəd kimi də qəbul edək. 0, tutaq ki, 1, 2, bunları da sayaq. Sayaq görək nə olur? Məsələn, sizcə nə qədər sıfırda daxil olsa, nə qədər belə ədəd düzəltmək olar? Sıfırdan başlayan ədədləri də götürsək. 18. Deməli, 6-nın, məsələn, 0 olmasaydı, burada yazacaqdım 6, 6, 6. Niyə? Yəni 216. Deyəcəkdim ki, 0 yoxdursa. Deyəcəkdim ki, baxın, hər bir şeyə, məsələn, yüzlüklər mərtəbəsinin yerində həm 1-də yana bilər. Məsəl üçün 1, 2, 3 ola bilər. Həm burada 2-dən başlaya bilər, həm 3-dən başlaya bilər, həm 4-dən, həm 5-dən, həm 6 ilə. Verilənlərin hər birindən başlaya bilər. Mənim neçə variantım var? 6. 6-nı yazdım bura. Elə bir ki, 6 dənə müxtəlif televizor götürdüm, yazdım. Bu zaman mənim burada ikinci rəqəmdə də eyni şeyləri seçmə imkanım da var. Yəni eyni şeylər, yəni heç məsəl üçün 2, 2, 2. Yəni burada bunu seçmişəmsə, bunu təzədən burada da seçə bilərəm. Buna görə bu sırada da onluqlar mərtəbəsində də 6 variant var və eyni zamanda təkrar mərtəbəsində də 6 variant var. Yəni təkrarlar mümkün. Bu zaman deməli biz alırıq neçə? 216. İndi 0-dan başlasaydı biz nə alacaqdı? 0-dan başlasaydı 7, 7, 7 olacaqdı. Razısınız məndən? Bəli. Amma birinci 0 ola bilməsəydi, onda da İndi gəlin 6, 0-dan başlayan ədədlərin sayını çıxaq. 0-dan başlayan ədədləri qəbul etsək, yerdə qalır 2 dənə rəqəmin tapılması. Yəni mən bu aldığım bu cavabdan 0-dan başlayanı çıxacaq. 0-dan başlayanların sayını çıxacaq. 0-dan başlayan oldu, amma 0-ın özünü silə bilmərik də. 0 artıq burada iştirak edir. Yəni bu 6 vur 6 bayaqkına aiddir. 0-ı indi qaytarıram geriyə. Bu zaman məndə 7 dənə rəqəm var. 7 vur 7 vur 7. Deyim ki, 0-dan başlayan ədədlər də, hətta 0, 0, 0 da bu ədədlərin içində olmuş olur. İndi mən istəyirəm 0-dan başlayan ədədlərin sayını çıxır. Burada 2 dənə yerdə rəqəm qalıbdır. Bura yer doldurmalıyam. Nə qoyacam bura?
Biri getdiyinə görə 6. Bəli. Gəlin bu sıfırı aşağıda yazım ki, bu bizi çaşdırmasın. Yəni burada bir dənə sıfırdan başlayan ədəd ki buradadır. Bunun yeri zanitdir. Buraya ki bir dənə yerdə tutub orada. Deməli burada olacaq 7. Burada da 7. Niyə? Çünki baxın təkrara icazə var dedim. Məsələn sual belə idi. Bütün mümkün üç rəqəmli ədədlərin sayını. Bütün mümkün üç rəqəmli ədədlərin sayını. Aydındırmı? Yəni burada artıq rəqəmlərin təkrarlanmayan söhbəti yoxdur. Bütün mümkün üç rəqəmli ədədlər. Bu rəqəmlərdən istifadə etmək şərti ilə bütün mümkün üç rəqəmli ədədlərin sayını tap. Hətta mötərizə yazmaq olar ki, rəqəmlər təkrarlana bilər. Rəqəmlər təkrarlana bilər halında, deməli burada 7 vur 7, 49 dənəsini çıxmalıyıq. Aydın oldu? Bu formada bunu yazacağıq. İndi əgər desəz ki, bunu bir başqa cür eləmək olardı. Necə eləmək olardı? Bunun 7 vur 7. Birincinə 6 yazıb, Aha. ikincinə 7 yazsaydı. Bəli, bəli. Baxın, burada fikir verin. Bu 7 vur 7 yazdım da, düzdürmü? 7 vur 7-ni, yəni mörtəzə xaricinə çıxartsaq, mörtəzənin içində 7 çıx 1 olacaq, bu da 6 olacaq. Yəni onda belə çıxır ki, bu bir yoldan biraz uzun olmuş olur, ikinci yol daha qısa olmuş olur. Necə? Sıfırdan başlayan 3 rəqəmli ədədlərin sayını, sıfırdan başlayan heç bir rəqəm olmadığına görə, ədəd olmadığına görə mən götürürəm bunları, 6 dənənin hər birini bura yazıram. Sıfırı da daxil etməkdən 7 yazıb birbaşa cavaba gedib çıxıram. Aydın oldu? Yəni daha qısa yolu tapmış olduq. İndi həmin 0, 1, 2, 3, 4, 5, 6 indi olsun rəqəmləri təkrarlanmamaq şərti ilə neçə müxtəlif üç rəqəmli ədəd düzəltmək olar? Tamam, indi buna baxın. Sizcə? Bunda 7 bir-bir azalar. 7, 6, 5, 4 bu cür şəkildə gələr. 7, necə 7? Məsələn, birincində Aha. 7 rəqəmlərin hamısı istifadə edilə bilər. İkincisində amma Axı 0 da var. Sıfırdan başlayan ədəd yoxdur. hə, o da var. Onda 6, 0-ı çıxarıq. 6. Aha, 0-ı çıxırıq. 0-ı götürdük. Bəli. Qaldı 6. 6-nın hər birini bura qoya bilərik. Düzdür? Bəli. İkincinə də 6 qoya bilərik. Çünki 0 da əlavə olunmuş olur. Tamamilə doğru. Bunlardan hər hansı birini silirsiniz, ürəyiniz alsın istəyir. 0-ı da gətirirsiniz, qoşursunuz artıq cərgəyə. Olur 6. Və təkliklərin yerində də artıq hər hansı birini silin, fərqi yoxdur hansıdır. Yerdə qalanı azaldıb yazacaqsınız və bu cavabı alacaqsınız. 30 vur 6-dan 180 belə ədəd almış olacaqsınız. Yəni əslində məncə çox çətin deyil, amma indi yavaş-yavaş belə çətinləşdirə getməliyik əslində. Məsələn, indi yaxşı, sualı belə qoyaq. Bu sual belə olsun. Bu rəqəmlərdən istifadə etməklə bütün mümkün 3 rəqəmli cüt ədədlərin sayını tapın. 3 rəqəmli cüt ədədlərin sayını. 0-ı özüm öyle bilərəkdən qoymuşam ki, yəni 0 uşağı tapşırır. Ola bilər. Necə? Birinci 3 ola bilər. 4, 6. Axırıncı rəqəmlər 4 ola bilər ancaq. 4 dənə götürülə bilər. Bəli. 0 sizi çaşdırır da. Əvvəldə də ki, nə olursa olsun, yəni 0 çıxarıq, 6, 7, 4 olacaq. 0 da ola bilər. Deməli onda nə olacaq? 6, 0, 7, 4. Eləmi? 0, 2, 4, 6. Neçə oldu? O 0, 2, 4, 6, 4 dənə oldu. Onun sona Bəli, yazdım. Hə, elə bir ki burada oldu. Götürülür. 0 ola bilər, 2 ola bilər, 4 ola bilər, 6 ola bilər. Cüt dediyimə görə. Amma indi rəqəmlərin təkrarına icazə olduğuna görə biz məsəl üçün burada bu hissədə 0-dan başqa hamısını yaza bilirik də, düzdürmü? 6 yaza bilərik. 6 yaza bilirik. Burada hamısına icazə olduğuna görə 7 yaza bilirik. Yəni heç bir problem yoxdursa, deməli tamamilə doğru olmuş olacaq. Oldu. Aha. Gəlin buradan çıxaq, bir dənə belə bir sual verim. Necə sual verim? Məsələn, tutaq ki, biz verdik 1, 2, 3, 4, 5 və 6. Məsələn, bu rəqəmlərdən rəqəmləri müxtəlif olsun.
Məsələn 400-dən böyük olsun. 400-dən böyük. 400-dən böyük. 3 rəqəmli, məsələn bu dəfə tək ədədlərin. Tək ədədlərin sayını tap deyir. Tək ədədlərin sayı. Bunu necə taparıq? Sona 3 yaza bilərik sonuncuna. İlkə 3 yazırıq. Hı -hı. 1, 3, 5. Yəni 3 dənə müxtəlif. İlkə də 3 yazırıq, sona da 3 yazırıq, ortada da 5 dənə olur. Cavab. 3, 5, 3. Deməli 3, 5, 3. Vuranda neçə eləyir? 45. Aha. İndi gəlin bir də belə baxaq. 400-dən böyük dediyinə görə, 400-dən böyük dediyinə görə birinci rəqəm bizi maraqlandırır. 4, 5, 6. Tamamilə doğrudur. 3 oldu. Tək ədəd olduğuna görə axırı bizi də maraqlandırır ki, axırda nə olacaq? Amma rəqəmlərin müxtəlif sözünə diqqət etməliyik hökmən. Bu çox önəmli, vacib məsələlərdən biridir. Yəni Olsun belə bir dənə sona bir dənə 5-lər üst-üstə düşəcək, onda gərək 2 yazaq. 5. bəli. Deməli burada çox Bəli. diqqətli olmaq lazımdır. Çünki rəqəmlərin müxtəlifliyindən söhbət gedibdir. Rəqəmlər müxtəlif olanda biz qarışdıra biləcəyik də burada. Yəni, bu misalda qarışa bilər. Yəni demək axırı nə olmalıdır? Ya 1, ya 3, ya 5-dən qurtarmalıdır. Düzdür? 5 yazmışıq deyə olmur. Bu da çox maraqlıdır da. Axırda 5-dən olan ədəd də olmalıdır ya yox? Yəni Olmamalıdır. Çünki başa yazmışıq. bir fikirləşin görün nə. Ola bilər. Məsələn 4 amma da düz. Amma axıra 2 yazmalıyıq məncə. Yazın, Çünki 5 yazın görün, istifadə etmişik. yazın Bir də görün istifadə cavabı dəyişəcəksiniz yoxsa elə həmin cavabda qalacaqsınız. Amma biraz tez-tez yazın. Bir 30 saniyəyə baxın görün nə olacaq. Üç, 2, 2 olar müəllim. Cavab neçə olur? Bir dəqiqə. 3, 2, 2 dedinizsə heç vurursunuz, tapırsınız da. Yox, 3, 1, 2 olur onda. Bir dəqiqə müəllim. Bu onda gəlin mən bir ilk dərsdə, yəni mən onu izah edeyim ki, çünki belə şeyləri də qarışdıracağıq biz. Yəni cavab 45 deyil, cavab nə bilim 2, 3, 2 deyil. Baxın, deməli biz artıq nə öyrəndik? Biz öyrəndik ki, burada 3 əsas qayda oldu da. Birinci, hansı qaydadır? Yəni 400-dən böyük olması üçün 400-dən böyük. Məsələn biz 3 rəqəmli ədəd axtarmırıq, ABC ədəd axtarmırıq. Məsələn tutaq ki, A ədədi mütləq 4, 5, 6 olmalıdır. Düzdür, razılaşdıq. 4, 5, 6. Bu birinci. İkinci, C ədədi C. C-nin yerində tək olmalıdır. 1, 3, 5 olmalıdır. Bu da ikinci. Bizim vacib diqqətli olmağımız. Üçüncü, A-mız, B-miz, C-miz fərqli olmalıdır rəqəmlərdə. Bu üç şərdə diqqət eləsək məsələni çözəcəyik. Aha, burada 5-in bəli, işimizi pozduğunu görürük. 5 işimizi pozdu. A və C-nin yerində eyni rəqəm 5 olduğu üçün bu zaman qruplaşdırma aparmalısınız. Qruplaşdırma aparmadan bunu eləməyin. Məsələn, əgər qruplaşdırma nə olacaq? Əgər tutaq ki, fikirləşəcəksiniz ki, A-mız 4-dən 6 olsun. A-mız nə olsun? 4-dən 6 olsun. 4-dən 6 olanda bu zaman bu vəziyyətə baxacaqsınız. Yüzlüklərdə 2 variantımız var. Doğrudurmu? Təkliklərdə 3 variantımız olar. Onluqlarda neçə olar? O da onluqlarda 3 olar. Təkliklərdə 2 olar. Məsələn, mən deyim. Deməli, 4, 6 A-nın yerində durdu. Burada 4, 6-dır. Başa düşdük bunu? Burada 4, 6-dır yüzlüklərdə. 3 dənə dedim onluqlardadır. Niyə? Onluqlarda niyə dedim? Sizcə nə üçün? Çünki birinci buranı tapırıq 2-ni. Sonra təkliyi tapırıq. Çünki ən vacib odur. A və C. Görürsünüz burada. A və C ən vacibi. 4-dən 6 ilə başlayan 2 variant var. Oldu mu? C-də isə 4, 6 olmadığına görə 5-i çıxmışam.
Mən 5-i neylədim? 5-i silmişəm. Düzdür? Yox, 5-i mən səhv yazdım ki. Səhv dedim. Burada mən 5 Yox, səhv dedim. Burada elə bir ki, burada 3 dənə variant. 3 dənə variant. Təkliklərdə niyə silim ki? Təkliklərdə 1, 3, 5 ola bilər. Düzdür? Aha. Çünki mən yüzlüklərdə ayırmışam da onu. Bu zaman onluqlarda 4 dənə rəqəm qalır. Onluqlarda 4 dənə olur. Görün neçə dənə olur? Niyə 4 dənə olur? A ilə C elə bir ki, hərəsi bir dənəsini tutubdur da. 2 dənə getdi, 6 dənədən də ikisini çıxırıb, 4 dənə geriyə rəqəm qalır. Başa düşdük? Elə bir ki, hər yüzlüyə və təkliyə bir dənəsini qoymuş sayılırsınız. Və bu vurma prinsipi ilə istifadə edirik. Burada 24 alırıq. Bu belə. İndi isə ikinci varianta gedirsiniz.